Salam, hörmətli izləyicilər, xoş gördük hər birinizi. Bugünkü dərsimizdə sizlər üçün Azərbaycanda yaradılmış feodal dövlətlərdən Şəddadilər dövləti haqqında məlumat verəcəm. Dərsimizə keçid alaq. Şəddadilər dövləti 971-ci ildə yaranmış, 1088-ci ilə qədər mövcud olmuşdu. Amma hələ bu dövlət yaranmamışdan öncə burada hələ kiçik bir əmirlik haqqında məlumat vermək istəyirəm. Belə ki, Şəddadilər sülaləsinin nümayəndəsi Məhəmməd İbn Şəddad adlı şəxs hələ vaxtı ilə Salarilər dövlətinin ordusunda iştirak edirdi. Və o daha sonra Salarilərin zəifləməsi anında, yəni İbrahim İbn Mərzibanın hakimiyyəti dövründə dövlətin zəifləməsindən istifadə edərək burada Dəbil ərazisini ələ keçirdir. Bilirik ki, Dəbil ərazisi Göyçə ətrafında yerləşirdi. Dəbil ərazisini 951-ci ildə ələ keçirdən Məhəmməd İbn Şəddad burada Dəbil əmirliyini yaradır. Lakin müstəqilliyi çox uzun müddət davam etmir, çünki burada o möhkəmlənə bilmir. Və Məhəmməd İbn Şəddaddan sonra oğlu bəzi mənbələrdə Əli Ləşkəri deyirlər, bəzi kitablarda isə 1-ci Ləşkəri deyirlər ki, 1-ci Ləşkəri 971-ci ildə Gəncəni ələ keçirərək Şəddadilər dövlətinin əsasını qoymağa bacarır. Deməli, Şəddadilər dövlətinin yaranması 971-ci ildir. Və burada deməli, 1-ci Ləşkəri dövləti yaratdıqdan sonra Bərdə ərazisini və Şəmkir ərazisini özünə tabe etməyə nail olur. Dövlətin ən güclü dövrlərindən biri Fəzl ibn Məhəmmədin hakimiyyət dövrünü qeyd eləmək olar. Fəzl ibn Məhəmmədin hakimiyyət illəri 985-ci ildən 1030-cu ilə qədərki dövrü əhatə etdi. Onun dövründə o həm xarici siyasətə, həm də daxili siyasətə çox böyük önəm verirdi və dövləti inkişaf etdirdi. Belə ki, ilk növbədə hakimiyyətə gələn zaman Gəncənin ətrafında yerləşən xırda feodal mülklərini ləğv etdi, hamısını özünə tabe etdi. Ata-baba yurdu olan Dəbil ərazisini özünə birləşdirməyə nail oldu. Beyləqanı ələ keçirtməklə öz hakimiyyətini möhkəmləndirdi. Fəzl ibn Məhəmmədin hakimiyyəti dövründə Gürcülərlə və Xəzərlərlə uğurlu müharibələr apardı. Eyni zamanda ölkədə xarici siyasətinə gəldikdə Fəzl ibn Məhəmməd Şirvanşahlar dövləti ilə qohumluq münasibətinə malik idi, yəni qohumluq əlaqəsi vardı onların arasında və Şirvanşahlarla qohumluq münasibətinə görə biz oxşarlaşdıracağıq Fəzl ibn Məhəmmədlə daha sonraki dövrdə öyrənəcəyimiz Ağqoyunlu hökmdarı Sultan Yaqubu. Hər ikisinin oxşar cəhəti budur ki, Şirvanşahlarla qohumluq əlaqəsinə malik olmuşdular. Fəzl ibn Məhəmməd Rəvvadilərlə və Tiflis müsəlman əmirliyi ilə dostluq əlaqələri saxlanmışdı. Eyni zamanda o, xarici siyasətdən əlavə daxili siyasətə də böyük önəm verirdi. Belə ki, 1027-ci ildə Xudafərin körpüsünün inşa edilməsini həyata keçirdi. Xudafərin körpüsünü həm ticarət, həm də hərbi məqsədlə inşa etdirmişdir. Şimalla cənub arasındakı vasitəçiliyi, tranzit ticarəti inkişaf etdirmək üçün bu körpü inşa olunmuşdu. Xudafərin körpüsü hal-hazırda Cəbrayıl rayonu ərazisində yerləşir və bu körpü 1993-cü ilin 31 iyul tarixində erməni mənfurları tərəfindən işğala məruz qalmışdı və müəyyən dağıntılar baş vermişdi. 2020-ci ildə baş vermiş 44 günlük müharibə nəticəsində 2020-ci ilin 18 oktyabrında Xudafərin körpüsü erməni işğalından azad edilmiş və buraya bayraq sancan generalımız Elçin Quliyev adlı şəxs olmuşdur. Bu məlumatları xüsusiyyətlə saxlayın, çünki dediyim məlumatlar daha sonraki dönəmlərdə sizə lazım olacaq. Eyni zamanda Fəzl ibn Məhəmməd daxili siyasətdə deyəcəyik ki, Gəncədə öz adına pul kəsdirməyi də bacarmışdı. Fəzl ibn Məhəmməddən sonra Musa ibn Fəzl hakimiyyətdə olur. Əslində bu haqda məlumat Analiz Sayılı kitabında, bilmirəm, yəni yeni kitabından məlumatım yoxdur, məlumat verilib ya verilməyib, amma əvvəlki bəzi dərsliklərdə verilirdi. Sadəcə olaraq indi məlumat verməkdə məqsədim budur ki, hər hansı burada boşluq qalmasın da, yəni müəyyən qədər məlumat verin ki, sizdə qaranlıq qalan məqam olmasın. Musa ibn Fəzlin hakimiyyəti 4 il davam etdi və o hakimiyyəti dövründə, deməli, bu hakimiyyətdə olduğu zaman aralığında Slavyanların, yəni Rus tayfalarının Azərbaycana qarətçi yürüşləri baş verir ki, belə yürüşlərdən biri də 1030-cu ildə olmuşdu və onlar əslində yürüş etmişdilər Şirvanşahlar dövlətinin ərazisinə. Bu zaman
zaman Şəddadi hökmdarı Musa ibn Fəzil Slavyanların köməyindən istifadə etdi. Belə ki, Musa ibn Fəzilin qardaşı Əsküyən adlı şəxs Beyləqanda üsyan qaldırmışdı. O da bu qardaşının üsyanını yatırmaq üçün Slavyanların köməyindən istifadə etmişdi. Yalnız onun dövrü haqqında verilən məlumat bundan ibarətdir. Bir də belə bir məlumat qeyd olunur ki, 11-ci əsrin 30-cu illər dönəmində deməli, Oğuz tayfalarının Şəddadilər dövlətinin ərazisində məskunlaşması baş verdi. Yəni, öncəki dərsimizdə sizlər üçün söyləmişdim ki, 11-ci əsrin 20-ci illərində, yəni 1028-ci ildə Oğuz tayfaları Rəvvadilər dövlətinin ərazisində məskunlaşdığı halda, Cənubi Azərbaycanda məskunlaşdığı halda 11-ci əsrin 30-cu illərində şimalda Şəddadilərin ərazisində məskunlaşdılar və bu Oğuz tayfalarının məskunlaşması təbii ki də müsbət bir rol oynadı. Çünki Bizans, Erməni, Gürcü feodallarına qarşı mübarizədə onların çox böyük köməyindən istifadə olunmuşdu. İkinci Ləşkərin hakimiyyətləri 1034-dən 1049-cu ilə qədər davam etdi. 15 illik hakimiyyət dövrü oldu. Onun dövründə o, Bizans Erməni və Bizans Gürcü feodallarına qarşı uğurlu mübarizə aparmağa bacardı. Belə ki, 1037-ci ildə Dəbilə yürüş edən Bizans Erməni qüvvələrini məğlubiyyətə uğratdı. Oğuzlarla birləşərək onları məğlub etdi. 1038-ci ildə isə Tiflisi ələ keçirməyə çalışan Bizans Gürcü feodallarına qarşı yenə də Oğuzlarla birləşərək uğurlu mübarizə aparmağa nail oldu. Və onun bu qələbələrinə görə deməli, şair Qətran Təbrizi tərəfindən ikinci ləşkəri Arran Şah adlandırılmışdı. Yəni, Qətran Təbrizi öz qəsidəsində onu Arran Şah adlandırmışdı. Əblasvar Şavur haqqında məlumat vermək istəyirəm. Deməli, burada deyəcəyik ki, Əblasvar Şavurun hakimiyyət illəri 1049-cu ildən 1067-ci ilə qədərki dövrü əhatə etdi. Onun dövründə Şirvanşahlarla və Gürcülərlə uğurlu müharibələr apardı. Daha sonra daxili siyasətdə, ictimai sahədə, iqtisadi sahədə və ordu sahəsində islahatlar keçirdi. 1054-cü ildə Sultan Toğrulun, yəni Səlcuq hökmdarı Sultan Toğrulun Şəddadilər dövləti üzərindən yürüşü baş verdi və 1054-cü ildə Əblasvar Şavur Səlcuqlardan asılılığı qəbul etdi və onlarla müqavilə imzalayıb onlara tabe oldu. 1062-ci ildə Alan tayfalarının şimaldan baş verə biləcək yürüşünə qarşı Əblasvar Şavur müəyyən tədbirlər həyata keçirdi. Belə ki, 1062-ci ildə o Gəncə şəhərinin ətrafında xəndəklər qazdırdı Alanlara qarşı mübarizə aparmaq üçün. Eyni zamanda 1063-cü ildə Gəncənin qoşa qala qapılarını hazırlatmağa əmr etdi. Gəncənin qala qapılarını hazırladı 1063-cü ildə Dəmirçi İbrahim Osmanoğlu və bu Gəncənin qala qapılarından bir tayı hal-hazırda Azərbaycanda olsa da bir tayı hal-hazırda bizdə deyil. Belə ki, 1139-cu ildə Gəncəyə zəlzələ baş verir. Bu zəlzələ zamanı, yəni illər sonra bura zəlzələ baş verir və zəlzələ zamanı Gəncəyə Gürcülərin yürüşü baş verir. Zəlzələdən istifadə edən Gürcülər bu zaman Gəncənin qala qapılarından birini götürüb özlərlə bərabər Gürcüstana aparırlar. Bu dəqiqə hal-hazırda həmin qala qapılarının bir tayı Gürcüstanın Kutaisi şəhəri yaxınlığındakı Gelat monastırında saxlanılır. Daha sonra sonuncu hökmdarımız, burada yəni məlumat verilən hökmdar 1074-dən 1088-ci ilə qədər hakimiyyətdə olmuş 3-cü Fəzldir ki, 3-cü Fəzlin dövründə artıq Şəddadilər dövləti, belə deyim, Səlcuqların gözdən batmağa başladı. Belə ki, Səlcuqlar artıq Şəddadilərin qüvvətlənməsini istəmirdilər, onların varlığına son qoymaq istəyirdilər. Səlcuq hökmdarı Sultan Məlikşah öz sərkərdəsi Buğanı deməli, ordu ilə göndərdi Gəncə üzərinə. Buğa gəlib burada, deməli, Gəncəni ələ keçirdi, Şəddadilər dövlətinin varlığına son qoydu və 1088-ci ildə artıq Şəddadilər dövləti süqut etmiş oldu. Bu qədər artıq Şəddadilər dövləti haqqında danışacaqlarımız bu qədər. 971-dən yaranmış bu dövlət 1088-ci ildə artıq varlığına son qoyuldu. Oldu, sağ olun, salamat qalın.